Bir kiçik bir söhbət eləyək. Yalnızlıq barədə. Bir qanun var ki, həyatın o dəyişməz və həm də o qədər anlaşmaz bir qanunu. Bir insan başarı yolunda, uğur yolunda irəlilədikcə o yalnızlaşır. Onun o tanışları, onun yaxınları, necə ki, adi insan olduğu müddətdə, başarı yolunda irəliləmədiyi müddət ona yaxın olan, onun tanışları, onun hətta yəni qohumları falan, o başarı yolunda irəlilədikdə və məqsədinə sadiq olduqda və sona qədər davam etdikdə, hər başarısızlıqda o daha da ona dirəndikdə, artıq o insanların bir 90%-ni itirməyə başlayırsan. Amma bunu heç zaman sən təəssüflənmə. Çünki bu sənə xeyirlidir. Bir nümunəni yadda saxla ki, avtobusda 29 nəfər, amma Lamborghini'də maksimum 2 nəfər olur.